Bu rəsm əsərini götürün, onu bir bazarda aparıb göyərtilərin arasında 5000 manata satmağa çalışın. Hamı sizə güləcək, yəni meymun şəklini kim alar 5000 manata? İçinizdən çoxu bu əsəri tanıyır. Dünyanın ən sürətli satılan işlərindən biri Banksy-nin The Wolf Parliament əsəri. Auksiyona çıxarılarkən cəmi 10 dəqiqə ərzində 13 milyon dollara satılıb. Bu rəsmin həqiqətən 13 milyon dollar dəyərində olub-olmaması artıq ikinci dərəcəli məsələdir. Mənə də bunu bazarda satmağa çalışsalar, mən də almaram. Ancaq məlumatım olsa, bilsəm ki, bu əsərin dəyəri milyonlarla ölçülür, artıq öz zövqümü, fikrimi yox, mütləq həqiqəti nəzərə alaraq əsəri alıb daha sonra sataram. Və passiv təsir budur. Sən həqiqəti bilmirsən deyə gedirsən bazara, meymun şəkli satana baxıb hırıldayırsan. Öz aləmində onu doluyursan, özünü üstün sayırsan o adamdan. Deyirsən dəlidir. Sonra şüydünü, keşnişini qoltuğuna vurub qayıdırsan evə. Həqiqətin passiv təsiri budur. Sənə görə həmən gün normal keçdi, pis heç nə olmadı. Amma həmən gün sən 13 milyon dollar itirdin. Anlamadığın üçün səndən yan keçdi.